Və biz Ağdamı yenidən quracağıq. İndi quruculuq işləri aparılır, geniş miqyaslı quruculuq işləri. İşğaldan sonraki dövrdə bir çox önəmli infrastruktur obyekti istifadə verilib. İlk növbədə yollar, Ağdam, Bərdə yolu yenidən quruldu. Sovet dövründə bu gözəllikdə yol olmamışdır. Ağdam-Xankəndi yolu inşa edilir. Bu da Bərdə-Ağdam yolu kimi dörd zolaqlı yol olacaqdır. Dəmir yolu çəkilir. Yəqin ki, bu il istifadə veriləcək. Yəni, Ağdama dəmir yolu ilə rahat gəlmək mümkün olacaq. Vağzal kompleksi inşa edilir. Ağdam məscidi bərpa edilmişdir. Mənfur düşmən orada heyvan saxlayırdı. Bütün müsəlmanları, dünya müsəlmanlarını təhqir etmək üçün. Birinci bərpa olunan bina Ağdam məscidi olmuşdur. Muğam mərkəzi inşa edilir. İmarət kompleksi bərpa edildi. Natəvanın qəbri bərpa edildi. Düşmən tərəfindən dağıdılmış abidəsinin eynisi bərpa edildi, yenidən tikildi. Xaçınçay su anbarı yenidən quruldu. Düşmən onu da qurutmuşdu. Məktəb binası inşa edilir, həstəxana tikilir. Böyük sənaye kompleksi fəaliyyət göstərir. Artıq bir neçə müəssisə orada fəaliyyət göstərir və bu Qarabağ, Şərqi Zəngəzur bölgəsinin ən böyük sənaye kompleksi olacaq. Və təbii ki, yaşayış evləri. Bir neçə yaşayış kompleksi inşa edilir. Bu il istifadə veriləcək. Bununla bərabər bölgənin turizm imkanlarını nəzərə alaraq 2 mehmanxana artıq fəaliyyətə başlayıbdır. Və həm Ağdam, həm Füzuli, həm ətraf bölgələrə xidmət göstərəcək. Belə şəhər biz qururuq. Və yadımdadır, ilk dəfə işğaldan sonra Ağdamda Ağdamlarla görüşəndə və yeni şəhərin təməlini qoyanda mən demişdim ki, elə bir şəhər quracağıq ki, bütün dünya bizə həsəd aparacaq.